İsyanı zamanı Rus tacirlərinin zərər çəkməsi 1-ci Pyotrun Azərbaycan, Xəzəryanı bölgələrinə yürüşü üçün bəhanə oldu. 1-ci Pyotr Xəzəryanı vilayətləri, o cümlədən Şirvana qoşun yeritdi. Şirvanda qalxan xalq hərəkatını boğmaq, güya Səbəv şahına kömək etmək bəhanəsi ilə. Şirvan üsyanından əvvəl Peterburqda qarşıdakı yürüş barədə tərtib olunmuş sənədlərdə bu yürüş Şamaxı ekspedisiyası adlanırdı. Lakin Şirvan üsyanı qələbə çaldıqdan sonra 1-ci Pyotr yürüşün adını və istiqamətini dəyişdi. Rusiyanın Bakıya yürüş planı hazırladığı bir zamanda 1722-ci ilin martında Əfqanlar üsyan qaldırır və Səbəv şəhərlərinə hücum edirlər. Bu zaman paytaxt İsfahan tutulur, Şah Sultan Hüseyin taxtdan salınır. Bu zaman Şahın oğlu Astrabadda 2-ci Təhmasib adı ilə özünü şah elan edir. Bu hadisə baş verib 1722-ci ilin martında, yəni Pyotr yürüş eləməmişdən əvvəl baş verib. Demək Pyotr yürüş eləyəndə artıq hakimiyyətdə 2-ci Təhmasib olubdu. 1-ci Pyotr Osmanlının Cənubi Qafqaza ondan əvvəl tutmasından ehtiyat etdiyi üçün yürüşü tezləşdirir. 1-ci Pyotr yürüşə başlamazdan əvvəl 3 dildə manifest çap elətdirib 1722-ci ilin iyununda Azərbaycana göndərir. Yürüşün əsas səbəbinin ört-basdır edildiyi üçün manifestdə yürüşün əsas səbəbi kimi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış Rus tacirlərini himayə eləmək, Səbəvi şahına qarşı çıxan üsyançıları cəzalandırmaq göstərilir. Güya əhaliyə əmin-amanlıq vəd edilirdi. Bu zaman var dövlətinin mövqeyini itirməkdən ehtiyat edən bəzi feodallar manifesti rəğbətlə qarşıladılar. 1722-ci ilin iyununda 1-ci Pyotr Həşdərxandan quru və dəniz yolu ilə Azərbaycanın Xəzəryanı bölgələrinə yürüşə başladı. Səfəvi dövləti zəiflədiyi üçün Rus qoşununa ciddi müqavimət göstərə bilmədi. Məhz 22-ci ilin avqustunda Rus qoşunu Dərbəndi müqavimətsiz tutdu. Şəhərin naibi İmamqulu bəy vəzifəsində qalmaq üçün Dərbənd qalasının açarını 1-ci Pyotra təqdim elədi. Şəhərdə işğalçılara qarşı düzdür, müqavimət tərəfdarları da var idi ki, onlar 1-ci Pyotra qarşı sui-qəsd hazırladılar. Amma qəsdin üstü açıldı. Dərbəndi aldıqdan sonra Rus qoşunu Bakı istiqamətinə yürüşü davam etdirsə də, 1-ci Pyotr özü geri qayıtdı. 1-ci Pyotr Rusiyaya qayıtmasının səbəbi isə İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsinin yaranması, yürüşün Osmanlı dövlətinin etirazına səbəb olması, Xəzər dənizində baş verən tufan nəticəsində Rus əsgərlərinin azuqə və sursat saxlanılan gəmilərinin əksəriyyətinin dənizdə batması idi. Bakı və Dərbəndi tuta bilməsə də 1-ci Pyotr öz səfərindən, yəni öz yürüşünün nəticəsindən razı qalmışdı. Rusiya imperatorunu bu yerlərdə az da olsa torpaq əldə etməyə qane edirdi. Rusiya qayıtdıqdan sonra 1-ci Pyotr böyük hərbi strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib elədi. Rusların Bakıya dəniz vasitəsilə yürüş hazırladığı bir zamanda Səfəvi dövlətinin düşdüyü ağır vəziyyətdən istifadə edən Əfqanlar onun ərazisinə basqın eləməyə başladılar. Onlar İsfahanı mühasirəyə aldılar. Məhz bu barədə bayaq danışdıq. Dedik ki, artıq Əfqanlar İsfahanı tutur, Təhmasib özünü şah elan edir. Demək, bu proseslər əvvəlcə baş verir Rusiyanın yürüşündən əvvəl. İndi artıq Rusiyanın yürüşü dövrdə Rusiya üçün Bakı çox əhəmiyyətlidir. Çünki Rusiya üçün Azərbaycanı tutmaq, buradan Hindistan sahillərinə gəlib çıxmaq istəyirdi. Cənubi Qafqazın tutulması indi Osmanlı təhlükəsi də var ki, Cənubi Qafqazı Osmanlı tuta bilər. Bu da 1-ci Pyotr Bakını tutmağa tələsdirirdi. Çünki Stravografi mövqeyi Bakının çox yaxşı idi. Buradan Hindistana gedən yol Ümid burnundan keçən dəniz yolundan xeyli qısa idi. Bu cümləyə diqqət edin. Buradan Hindistana gedən yol Ümid burnundan keçən dəniz yolundan xeyli qısa idi. 1723-cü ildə Rus donanması Bakı limanına daxil olur. Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik olan düşmənin hücumuna tab gətirmir. Bakı qalası alındıqdan sonra Ruslar Salyan şəhərini işğal edirlər. Deməli, 1723-cü ildə 1-ci Pyotrun Bakıya yürüşünə həsr olmuş medalın üzv arxa tərəf verilibdir. 1723-cü ildə Bakı qalası alınıbdır. Ardından da Salyan şəhəri işğal olunubdur. Çar hakim dairələri 1723-cü ildə Peterburqda Səfəvi dövlətinin elçisi İsmail bəyi şahdan icazəsiz Xəzər sahili ərazilərinin Rusiyaya ilhaq edilməsi barədə müqavilə bağlamağa məcbur ediblər. 1723-cü ildə deməli Peterburqda Səfəvi dövlətinin elçisi İsmail bəy şahdan icazəsiz Xəzər sahili ərazilərinin Rusiyaya ilhaq edilməsi barədə müqavilə bağlamağa məcbur ediblər.
Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürür. Deyir, mən sənə hərbi yardım edəcəm, sən də məndən müqavilə bağla. Şah II Təhmasib müqavilənin şərtlərini tanımır. Nəyə görə? Çünki onun icazəsi olmadan İsmail bəy tərəfindən imzalanmışdı müqavilə Peterburqda. Demək, Peterburq müqaviləsi kimdən kim arasında imzalandı? Rusiya ilə Səfəvi arasında imzalandı, amma Səfəvi şahına aiddirmi? Yox. Çünki Təhmasib imzalamayıb, tanımayıb bu müqaviləni. Onun elçisi İsmail bəy imzalamağa məcbur ediblər. Bununla belə 1722-23-cü illərdə Azərbaycan Xəzər sahili torpaqları Rusiya tərəfindən işğal edildi. Elə 1723-cü ildə İrəvan əhalisində Ərzurum paşasına müraciəti var ki, burada da yazılmışdı, niyə oturmuşsunuz, siz də türksünüz, biz də türküyük, Rusun əlinə düşməyək. 1723-cü il Peterburq müqaviləsinə görə Dərbətdən Gilana qədər ərazilər Dərbənd, Bakı, Gilan, Mazandaran, Astarabad Rusiya ilhaq edildi. Rusiya bu ərazilərin əvəzində Səfəvi şahını öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürür, Səfəvlərə əfqanlarla müharibədə kömək edəcəyini vəd edirdi. 18-ci əsrin əvvəlindən etibarən Osmanlı İmperiyası Azərbaycan ərazisindən Rusiyaya qarşı mübarizə meydanı kimi baxırdı, sərhədlərini Xəzər dənizinə qədər genişləndirməyə çalışırdı, şərqdəki tranzit ticarətləri nəzarət ələ keçirmək istəyirdi. Məhz 1723-cü ildə bayaq dedik ki, İrəvan əhalisi Ərzurum paşasına müraciət göndəribdi. Deməli, Osmanlının burada marağı var. 1724-cü ildə İstanbul müqaviləsi imzalanıb. Rusiya ilə Səfəvi dövləti arasında müqavilə bağlandığı bir vaxtda, yəni Peterburq müqaviləsi bağlandığı bir vaxtda Osmanlı qoşunu Azərbaycan arasında daxil olub şərqə doğru hərəkət edir. Xəzər boyu əyalətlərdə Rus qoşunları yerləşdiyi üçün toqquşma təhlükəsi yaranır. Türklərlə mühasibəyə girmək istəməyən Rusiya Osmanlı İmperiyasına Azərbaycan torpaqlarını bölüşdürməyi təklif edir. Uzun danışıqlardan sonra 1724-cü ildə İstanbulda Rusiya ilə müqavilə imzalanır. Deməli, türklərlə müharibəyə girmək istəmir Rusiya. Ona görə Osmanlı İmperatoruna gedir, Azərbaycan torpaqlarını bölüşdürək. Uzun danışıqlar gedir, 24-cü ildə İstanbulda Rusiya ilə müqavilə imzalanır. Müqavilə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzər boyu əyalətlərin Rusiya ilhaq edilməsini təsdiq edilir. Hansı ki 23-cü Peterburqda tutduğu ərazilər deyir, yaxşısında qalsın. Rusiya tərəfi isə Xəzər boyu torpaqları istisna olmaqla Azərbaycan böyük hissəsinin Osmanlı dövlətinə çatmasını qəbul edir. Şirvan Osmanlıların himayəsi altında Hacı Davudun başçılığı ilə yarımüstəqil xanlıq, müstəqil yox, yarımüstəqil xanlıq elan olur. Hansı müqavilə ilə? İstanbul müqaviləsindən. 1724-cü ildə Osmanlı qoşunu İrəvan şəhərini tutur və Azərbaycanın cənubuna doğru irəliləyir. Bu da xəritəyə diqqət edək. Demək, Osmanlı qoşununun yürüşləri var, qırmızı ilə verilən. Gördüyümüz kimi bu Osmanlı qoşunun yürüşləridir. Baxın, Osmanlıların yürüşləri. Qara ilə verilən Rus qoşunun yürüşləridir. Gördüyümüz kimi bu Rusların yürüşləridir. Pyotr, gözüz Xəzəryanı bölgələrə yürüş edibdir. Pyotrun yürüşü Dərbətdən, yəni şimaldan başlayıb. Həştərxandan çıxış edərək yürüşlərə başlayıbdı. Yəni, birinci Dərbənd tutubdu. Baxın, birinci demək Dərbənd tutulur. Onun ardından Gilan, yəni Rəş tutulur. Rəş də buradadır. Çünki o həm quru, həm də dəniz yolundan yürüş eləmişdi. Ona görə iki tərəfli qoşun tutur. Demək, Dərbəndi səhv göstərdim, üzrlü sayın. Hətta diqqət eləmədim. Dərbənd buradadır. Dərbənd, bu da Gilan ərazisi, yəni bu ərazi. Rəşd. Deməli, həm Pyotr, yəni Ruslar, həm də Türklər bizə maraqlıdır. 24-cü il İstanbul müqaviləsinə görə Cənubi Qafqaz Osmanlı və Rusiya arasında bölüşdürülür. Baxın, bu İstanbulun digər İstanbullardan əsas fərqi odur ki, burada Səfəvi iştirak eləməyibdir. Bu İstanbul Osmanlı ilə Rusiya arasındadır. Xəzər boyu əyalətlər deyir ki, qalsın kimdə? Rusiya çoxdur, Rusun tərkibində qalsın. Qalan digər ərazilərin böyük hissəsinin, qalan bütün Azərbaycan torpaqlarının Azərbaycan Osmanlıların ixtiyarında qalmasını razılıq verir. Digər ərazilər də deyir Osmanlıların ixtiyarında qalsın. Şirvan Osmanlıların himayəsi altında yarımüstəqil xanlıq elan olunsun. Hara? Şirvan yarımüstəqil xanlıq elan olunsun. Hacı Davud isə Şirvan xanı elan olunurdu. Amma Osmanlının Şirvanda hərbi qüvvə saxlamaq ixtiyarı yox idi. Və diqqət edək, məhz bu 1724 İstanbul müqaviləsinə əsasən 10-cu sinif dərsində verilir bu. Ərdəbil şəhəri Səfəvi ərazisi kimi tanınırdı. Yəni, burada verilən Ərdəbil şəhəri işğal zonası kimi yox, Səfəvi ərazisi kimi tanınırdı. Demək, məhz 1724-cü ildə Osmanlı qoşunu İrəvan şəhərini tutur, Azərbaycanın cənubuna doğru irəliləyir.
Naxçıvan, Ordubad, Xoy və Mərənd şəhərləri də Osmanlılar tərəfindən tutulur. Demək, Naxçıvan, Ordubad, Xoy və Mərənd şəhərləri də Osmanlılar tərəfindən tutulur. Osmanlı qoşunu Təbrizə yaxınlaşır. Gördüyümüz kimi Təbrizə yaxınlaşır. Ancaq Təbrizlər ciddi müqavimət göstərirlər. Şəhəri ala bilməyən Osmanlı əsgərləri geri çəkilməyə məcbur olurlar. Xəritəyə diqqət edək. Təbrizə daxil olurlar, amma şəhəri ala bilmirlər və geri çəkilməyə məcbur olurlar. Həmin ilin sonlarında Osmanlı əsgərləri 1724-cü il İstanbul müqaviləsinə görə Səfəvi ərazi kimi tanınan Ərdəbil şəhərini alırlar. Baxın, Ərdəbili hələ alırlar. Hansı ki, müqavilədə o Səfəvi ərazi kimi tanınmışdı. Ərdəbil şəhərinin alınması da İstanbulda atəşfəşanlıqla qeyd olunubdur. Beləliklə, Azərbaycanın böyük bir ərazisi Osmanlı dövlətinin hakimiyyəti altına keçir. Azərbaycanın Xəzərboyu əyalətləri isə Rusiya dövlətinin hakimiyyətində qalır. Demək, bu dövrdə Osmanlı 24-də Təbrizi mühasirəyə alır, tutanmır. 25-ci ildə yenidən yürüş edir və tutur. Sonra görürük ki, bu dövrdə Ərdəbil işğal zonası deyildi, amma Ərdəbilə də daxil olub tutur. Və bunun ardından da Gəncəni 25-ci ilin sonunda isə demək Ərdəbilə tutur. Demək, Osmanlı qoşunu bu dövrdə elə Təbrizdir, Gəncədir, Ərdəbildir, İrəvandır, Xoydur, Mərənddir. Bu kimi əraziləri ələ keçirir. 25-ci ilin sonu üçün Azərbaycan böyük hissəsi Osmanlılar tərəfindən tutulur. Xəzərboyu ərazilər Ruslar tərəfindən tutulur. 1727-ci ildə Rusiya və Osmanlı arasında Nabur kəndində müqavilə imzalanır. Kim arasında? Rus və Osmanlı arasında. Harada? Nabur kəndində. Bu da məqsəd nə idi? Sərhədləri müəyyən edək. Yəni, yarısını sən işğal etsən, yarısını mən işğal eləmişəm, ya sərhədləri müəyyən edək. Bu kənddə Şamaxı yaxınlığında yerləşir. Deməli, Nabur müqaviləsində də İstanbulda olduğu kimi Səfəvi yoxdur. Rus və Osmanlı arasındadır. 18-ci əsrin 20-ci illərində Osmanlıların ələ keçirdiyi ərazilər Naxçıvan, Ordubad, Təbriz, Gəncə 25, Ərdəbil 25-in sonları. Rusiya dövləti Xəzərboyu Azərbaycan torpaqlarının həm iqtisadi, həm də hərbi strateji məqsədə istifadə etmək üçün xüsusi tədbirlər hazırlanmışdı. Rusiyanın ilk növbədə Abşeron neft quyuları, ağ nefti maraqlandırırdı. Bakı qalasının alınmasının 2 ay sonra ordu komandanlığı neft quyuları barədə xüsusi sənəd, reyestr tərtib edirdi. Həmin sənəddə istifadə olan neft quyuları, neftin daşınması, qiyməti, başqa məsələlərə dair təlimatlar vardı. Rusiyanın hakim dairələrini xüsusilə xam ipək, pambıq, yun, təbii boyalar, tikinti materialları, metal maraqlandırırdı. Bununla əlaqədar olaraq bu yerlərin təbii sərvətlərini talayıb aparılmaq məqsədilə xüsusi tədbirlər hazırladı. Burada da 1-ci Pyotr haqqında mənbə verilibdir ki, Ukraynada Həştərxanda Rusiyanın digər şəhərlərində ipəkçiliyi inkişaf etdirmək üçün fərman imzalayıbdı. 1-ci Pyotr o qədər deyil əhəmiyyətli idi ki, bu fərman hətta tut ağaclarını qıran şəxsi edam edəcəyi barədə qərar da vermişdi. Lakin şimalın sərt iqlimi ipəkçiliyi inkişaf etdirmək işlə mane olubdu. Bu hadisədən sonra Rusiyanın iş adamları Azərbaycan, Xəzərboyu torpaqlarına ipəkçiliyin inkişafına, xam ipək tədarükünə daha çox əhəmiyyət verməyə başladılar. Reyestr siyahı alma deməkdir. Rusiya özünün işğal dairəsində olan ərazilərində ticarətin inkişafı üçün hər cür vasitədən istifadə etməyə çalışırdı. 1-ci Pyotr Şirvanın xam ipəyini bir sıra Qərbi Avropa ölkələrinə Rusiya özünün işğal dairəsində olan ərazilərdə ticarətin inkişafı üçün hər cür vasitədən istifadə etməyə çalışırdı. 1-ci Pyotr Şirvanın xam ipəyini bir sıra Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərəyə, Hollandiya, Fransaya, Polşaya ixrac eləmək fikrində idi. İngiltərəni deyəndə Fransanın da yanında deyək, Hollandiyada, bir də Polşaya ixrac eləmək fikrində idi. Rus mütəxəssisləri Kür çayında gəmiçilik və balıqçılığın inkişaf məqsədi ilə tədbirlər hazırladılar. Cənubi Qafqazın, Şərqin başqa ölkələrlə sıx iqtisadi əlaqə yaratmaqdan ötürü Rusiya hökuməti Kür çayının mənsəbində Peterburq kimi bir şəhər salmaq fikrində idi ki, Cənubi Qafqazın, Şərqin başqa ölkələrlə sıx iqtisadi əlaqə saxlasınlar. Burada da elə 1-ci Pyotrun Xəzərə önəm verməklə danışılıbdır. Demək, Bakı şəhər Rus qoşunları tərəfindən işğal edildikdən sonra burada komendant idarəçi yaradılıbdır. Komendant idarə etmə forması da Rusiyanın həyata keçirdiyi idarəçilikdir. Rus komandanlığı tərəfindən Bakı və Abşerona komendant təyin olunmuş Baryatinski tezliklə yerli sahibkarların neft quyularını müsadirə edir. Komendantın bu hərəkətinə qarşı üsyan qalxır ki, bu üsyan da yatırılır.
Rus komendantlığının yaradılması Bakıda və ümumiyyətlə Xəzərboyu ümumi torpaqlarda məskunlaşmağa can atan ermənilər üçün əlverişli bir fürsət idi. Ermənilər 1. Pyotra müraciətdə yeni əldə olunmuş torpaqlarda onlar üçün yer ayırmağı xahiş edirlər. Ermənilərin müraciəti 1. Pyotrun Azərbaycanla bağlı siyasətinə uyğun gəlirdi. Bununla da o, işğal olmuş Azərbaycan torpaqlarında xristian əhalinin sayını artıra və özünə etibarlı müttəfiq qazana bilərdi. 1. Pyotr 1724-cü verdiyi fərmanla ermənilərin Azərbaycan Xəzər dəniz sahillərinə, xüsusən Dərbənd və Bakı şəhərlərinin məskunlaşması rəsmiləşdirildi. Deməli, elə erməniləri Azərbaycana gətirən, kökünü bizdə formalaşdıran məhz 1. Pyotr olubdu. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi haqqında xüsusi əmr veribdi. Erməni xalqı bizdən xahiş edibdi deyir. Burada da həmin əmrin məzmunu verilibdi. Rusiya işğal etdiyi Xəzəryanı Azərbaycan torpaqlarına əlverişli xam mal mənbəyi kimi baxırdı. Bununla belə Rusiyanın bu torpaqlarda götürüləcək gəlirə bəslədiyi ümidin doğrulması üçün vaxt lazım idi. Burada qoşun saxlamaq böyük xərc tələb edirdi. Buna görə də 1. Pyotrun ölümündən sonra Rus əyanları hakimiyyətdən Xəzəryanı Azərbaycan torpaqlarından əl çəkməyə tələb etməyə başladılar. Buna baxmayaraq Rusiya hökuməti bu torpaqlardan birdən-birə getməyə ehtiyat edirdi. Çünki Rus qoşunu gedər-getməz Osmanlılar buraları ələ keçirə bilərdilər. 1727-ci ildə bayaqda qeyd etdiyimiz kimi Şamaxı yaxınında Nabur kəndində Rus-Osmanlı arasında sərhədi müəyyən etmək üçün saziş imzalandı. Bir də Osmanlı idarəçisi ilə danışaq. Hacı Davudun səlahiyyətlərinin aşması, onunla Surxay xan arasında olan ziddiyyətlər nəticəsində Osmanlı dövləti Hacı Davudu Şirvan xanlığında hakimiyyətdən kənarlaşdırdı. Onun sabiq müttəfiki, sonralar isə rəqibinə çevrilən Qazıqumluqlu Surxay xan Şirvanda hakimiyyət başına gətirildi. Deməli, Osmanlı hakimiyyəti altında olan vilayətlərdə əvvəlki inzibati ərazi bölgüsü kiçik dəyişikliklərlə saxlanılmışdı. Azərbaycan torpaqları vilayətlərə, vilayətlər sancaqlara, sancaqlar isə mahallara və nahiyələrə bölünürdü. Vilayətlərdə hakimiyyət Osmanlı sərkərdələrinə məxsus idi. Sancaq bəylər, mahal və nahiyə naibləri əsasən yerli feodallardan təyin olunurdu. Osmanlı hakimiyyət dövründə Azərbaycanda aqrar münasibətlərdə ciddi dəyişiklik baş verməmişdi. Divan xas torpaqları ümumi dövlət torpaqları adı altında birləşdirilmişdi. Osmanlı hakimiyyətini dəstəkləyən torpaq sahiblərinin mülkiyyət hüququna toxunulmurdu. Dövlət idarəsinə keçən torpaqlar Osmanlılara xidmət edən yerli feodalların şərti mülkiyyətinə verilmişdi. Belə torpaqlar bəylik və ağalıq adlanırdı. Demək, şərti torpaq sahibliyi nə adlanıbdı? Bəylik və ağalıq adlanıbdı. Osmanlı hakimiyyət orqanları əhalini siyahıya alıb, hər sancaq və vergi vilayət üçün vergi qanunnaməsi tərtib eləmişdi. Demək, siyahıya alma burada da var. Necə ki 1528 90-cı illərdə var idi, indi də xüsusi vergi dəftərlərində kişi cinsindən olan əhalinin sayı vergidən əks olunurdu. Ağır vəziyyətdə olan əhalinin güzəranını bir qədər yaxşılaşdırmaq üçün bəzi vergilər müvəqqəti olaraq alınmırdı. Naxçıvan dəftəri adlı sənəddən məlum olur ki, Osmanlılar qadınları, uşaqları, qocaları, əlilliyi olan şəxsləri, xəstələri, zehni əməklə məşğul olan şəxsləri vergilərdən azad eləmişlər. Ticarət və sənətkarlıqda Səfəvilər dövründə alınan vergilər olduğu kimi saxlanılmışdı. Bir sıra hallarda Osmanlı hakimiyyət orqanları vergilərin yığılmasını müqatiyə verirdilər. Yəni, bu mənası kəsib almaq deməkdir, kəsmək deməkdir. Dövlətin müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-ayrı şəxslərə verilən vergi toplama hüququ iltizamı idi. Ki, müəyyən şəxslərə verilirdi bu hüquq. Hərbi əməliyyatlar nəticəsində demək tənzimə uğramış ticarət canlandırmaq üçün tədbirlər görülürdü. Osmanlı ordusuna xidmət edən yeniçərilərin bir çoxu qayda qanunu pozur, yerli sakinləri qarət edirdilər. Osmanlı hakimiyyət orqanları yeniçərilərin özbaşlarının qarşısını almağa çalışsalar da, həmişə naibundan ayrıla bilmirdilər. Elə ərazi 2 imperiyasına bölünmüş Azərbaycan xalqı işğalçılara kəskin müqavimət göstərir, mübarizənin pasiv formaları vergi və mükəlləfiyyəti ödəməkdən imtina edir, yaşayış yerlərini tərk eləmək idi. Muğanda, Astarada, Bakıda işğalçılara qarşı çıxışlar baş vermişdi. Muğanda Rusiya işğalına qarşı mübarizəyə Salyan hakiminin dul qadını Fatimə xanım başçılıq edirdi. 1724-cü ildə Salyanda Rusiya əleyhinə, 1727-ci ildə isə Qarabağda Osmanlı hakimiyyətinə qarşı güclü üsyanlar oldu. 24-27-ci illərdə. Üsyanlar yatırılsa da, işğalın davam etdiyi müddətdə Azərbaycan əhalisinin müqaviməti səngimədi.